Salam uşaqlar. Salam müəllimə. Ay qızlar, nə olub? Hə, uşaqlar, biz bugünkü dərsimizi 4 günlük aprel döyüşlərinə həsr edəcəyik. Bəli müəllimə, bugün aprel döyüşlərinin anım günüdür. Elə isə mənə diqqətlə qulaq asın. Aprel döyüşlərindən düz 9 il ötür. Vətən uğrunda qəhrəmancasına həlak olan hərbçilərimizin eyni zamanda mülki şəxslərin ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Uşaqlar, aprel döyüşləri bizim şanlı hərb tariximizdir. Xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Kim deyər, biz aprel döyüşləri haqqında nə bilirik? Aydan 4 günlük döyüşlərdən sonra Tamas xətti dəyişdirildi. Qəhrəman igidlərimiz tariximizə yeni səhifə yazdı. Şeyla, Müəllimə, hətta Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi də işğaldan azad olunub. Mirvari, Müəllimə, Göranboy rayonunun Gülüstan kəndi də işğaldan azad edilmişdir. Emil, Qaradar rayonun Madagiş kəndi istiqamətində yollar düşməndən azad edilmişdir. Həmin döyüşdə 91 dənə hərbiçi həlak olub, 123 hərbiçi yaralanıb. Düşmən 14 dənə tankını məhv etmişik. Bu işğaldan sonraki ilk qələbəmizdir. afərin uşaqlar. Unutmayın ki, Azərbaycanın tarixini bilmək bizim üçün böyük qürurdur. Müəllimə, ay müəllimə, axı siz tarixi səhv yazdınız. Bəli müəllimə, Şeyla düz deyir. Axı döyüşlər 2016-cı ildə baş vermişdir. Ancaq onun məktəb illəri 2006-cı illərə təsadüf edir. Bugün sizə haqqında danışacağım şagirdim. Vətən uğrunda qəhrəmancasına həlak olan, ölümündən sonra vətənə xidmətinə görə 3-cü dərəcəli medalla təltif olunan Quliyev Mahir Qadiroğlundan söz açacağım. Doğrudan müəllimə, o bizim məktəbdə təhsil alır. Hə, hətta Mahir Quliyev bizim sinifimizin adını daşıyır. Bu cür qəhrəman haqqda öyrənmək bizim üçün qürurdur. Mahir Quliyev maraqlıdır. Elə isə Mahirin uşaqlıq illərini bir də mənim xatirələrimdən dinləyin. Ölkənin ağır günlərində, torpaqlar işğal olanda o hələ heç doğulmamışdı. Lakin tarix artıq onun üçün görünməz qələmlə yazılmışdı. 1993-cü il dekabrın 21-də Mahir dünyaya göz açdı. Əslən Şərurdan olan, Bakıda doğulub böyüyən oğlan ailənin ilk sevinç payı olmuşdu. Gece keçir, üzüm güler, anan kurban, canım kurban. Seher gelir,
Uşaqları aparın, uşaqları. Uşaqları aparın. Gör neynədilər ey Xocalı. Mənim xalqımı necə evindən, eşiyindən, yurdubasına yədilər. Allah bəlalarını versin bunların. Xalqımızı yurd yuvasından, evindən, eşindən didərgin saldılar. Allah bəlalarını versin. Üzünü kaldır. Kaldır üzünü. Ay Allah. Televizyonun səsini alın. Baxa Mahiri yatırıram. Gün gələcək, bu zülümlər yerdə qalmayacaq. Bala, görən bu uşaq niyə narahatdır? Heç özümdə bilmirəm ki, ay ana. Allah mənim xalqımı tezliklə bu ermənilərin əlindən qurtarsın. Mənim xalqımı necə evindən, eşiyindən, yurdubasından yədilər. Allah bəlalarını versin. Ölkənin ağır günləri idi. Hər kəs vətən torpaqlarının ermənilər tərəfindən işğalını ağlayırdı. Elə Körpə Mahir kimi. İlk təhsilini 7-ci sinifə qədər Tofiq İsmailov adına 6 saylı məktəb liseydə alsa da, daha sonra 132 və 308 nömrəli məktəblərdə təhsilini başa vurmuşdur. Məktəbdə gülərüz, səmimi, zarafatçıl olan Mahir hər kəsin sevimlisinə çevrilmişdi. Hətta o, təhsil aldığı müddətdə KVN komandası da yaratmışdı. Salam uşaqlar. Salam müəllimə. Əyləşin. Uşaqlar, deyin görək, dərsə hamı gəlib? Aydan, Rəhilə, Ayan, Mirvari, Nəzrin, Əli, Emil. Uşaqlar, axı orada bir yeri baş görürəm. Orada deyəsən Mahir əyləşmişdi. Biraz gözləyək, yəqin birazdan gəlib çıxar. Müəllim olsa dərsdən qalan deyil, harda olsa gələr. Üzrü sən mənə dərsə yetişdir. Qardaşımı gördüm edərsən. Əyləş Mahir. Gördünüz müəllimə, dostumu tanıyıram. Dedim gələcək gəldi. Necəsən Mahir? Yaxşıyam, sən necəsən? Uşaqlar, hə, deyin görək, bugün ayın neçəsidir? Müəllimə, bugün 2006-cı il, aprelin 2-sidir. Hə uşaqlar, bizim bugünkü dərsimiz sərbəst inşa yazmaq olacaq. Mövzumuz isə hansı peşəni seçərəm olacaq. Kimin inşası xoşuma gəlsə, onun şəklini şərəf lövhəsinə vuracağıq. Başlayın, kim bitirsə gətirsin baxın. Rəhilə memarlıq olmaq istəyir. Nə yaxşı? Mirvari, qızım, inşaat çox yaxşıdır, amma yazı səhvin çoxdur. Ehtiyatlı ol. Hə uşaqlar, indi əlimdə Mahirin dəftəri var.
Mahir, oğlum, sən polis olmaq istəyirsən. Yaxşı. Amma əskər olmaq istədiyini də qeyd etmisən. Oğlum, bəlkə sən hərbiçi olmaq istəyirsən. Xeyr, müəllimə. Mən istəyirəm ki, birinci torpaqlarımızı mənfur ermənilərdən azad edim. Ondan sonra da öz istədiyim peşəyə nail olum. Afərin sənə. Uşaqlar, eşidirsiniz sinif yoldaşınız necə qoçaq oğlandı? Mahir, düz deyirsən. Ermənilər insan deyillər. Onlar mənim nənəmi, babamı Xocalıdan, yurd yuvasından necə qaçqın etmişdir. Ermənilər qadınları, hətta uşaqları necə zülmlər etmişdir. Ermənilər Azərbaycanlıların əbədi düşmənləridir. Mahir, mən də sizinlə əsgər gedəcəm. Mən də. Müəllimə, mən istəyirəm ki, sinif yoldaşlarımın bildirdiyi fikrə şeirlə qarşılıq verim. Buyur oğlum. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Uşaqlar, görürsüz, əsil budur vətən sevgisi. Müəllimə, bəs biz torpaqlarımızı mənfur ermənilərdən azad edə biləcəyik? Uşaqlar, əlbəttə bir gün gələcək, biz Qarabağımızın, şəhidlərimizin qisasını alacağıq. Müəllimə, bəs şərəf lövhəsinə kimlərin adı vurulacaq? Mənim müəlliməm. Şərəf lövhəsinə şərəfli şagirdlərin şəkli Yaxşı, olacaq. görəsən kimdir şərəfli insanlar? İllər ötdü. Mahir universitetə hazırlaşırdı. 2011-ci ildə Azərbaycan Dövlət Texniki Universitetinə ödənişli əsaslarla daxil oldu. Çətinliklə dolanan ailəsinə həm oxuyub, həm də işləyərək yardım edən Mahir qardaşlarının arzusunu da həyata keçirirdi. Qəlbindəki mərhəmət hissi, ailəsinə qayğısı heç kəsin gözündən yayınmazdı. İnsanı mərhəmətli, xoşxasiyyətli etmək üçün uşaqlıqdan ona gözəl tərbiyə vermək valideynlərin öhdəsinə düşür. Gedin qardaşın istədiyi ölçünü qalın. Hava da yaxşıdır. Uşaq yaxşı düşəcək. Həm oxuyur, həm işləyir. Nənəsi qurban. Deyəsən gəldi. Can, nənə qurban. Vay vay, ıslanmısan ki bala. Hayır nənə, bilirsən necə yağış yağır? Nəzə sən elə yatmamısan? Hə bala, səni gözləyirdim işdən gəlsin. Bu nədir bala? Hə nənə, bunu almışam qardaşıma, Cavidə. Axı neçə vaxt istəyirdi. Can, nənə qurban. Artıq böyümsən, qardaşıma velosiped də alırsan. Dayan, dayan, gör səni nə saxlamışam. Vay, Mahir anam qurban, xoş gəlmisən. Xoş gördük ana. Deyəsən səs elədim sən oyatdım. Yox bala, narahat olma, səni gözləyirdim. Bu nədir belə, kimindir? Hə ana, bu qardaşımındır, Cavidə almışam. Ay mənim zəhmətkeş balam, qardaşın da fikirləşir. Deyirəm ana. Al bunu. Bu nə day bala, qalsın sən də tələbə oğlansan, lazım olar. Hələ öz pulundan qardaşa velosiped də alınsan. Narahat olma ana. Lazım olsa mən gəlib səndən istəyərəm. Yaxşı bala, necə istəyirsənsə. Mahir, bəlkə gedim Cavidə oyadım. Bunu görsə elə sevinər. Hə ana, get oyat. Cavid! Can, nənə sənə qurban. Bax, sənin üçün alma saxlamışam. Mənim nənəmdən yoxdur da. Aa, besimiz. Mahir, besimiz mənə almısan. Hə Cavid, sən almışam. Ölməmişəm ki. Allah eləməsin, bala elə demə. Ay Allah. 65. Bu nəsə?
xeyirdi Mahir araba. Xeyr day kişi, xeyirdir, narahat olma. Mahir də hər dəfə kimi yaxşı əməllərindən geri qalmır. Yəqin cavidan olar bu. Nəysə, Gəlin gedən Zavid ata. gəlin gedən yataq, onsuz keçdi. Sən də səhər sürərsən velosiped. Ailəsini sevdiyi qədər dostlarına da sədaqətli idi. Dostlarının çətin günlərində onların yanında durmağı bacaran oğlan idi Mahir. Hə uşaqlar, axırıncı ilimizdir. Bəlkə deyirəm bir dənə xatirə şəkli çəkdirək. Ey Mahir, qardaşım mütləq çəkdirərik. Uşaqlar! Bilirsiniz nə olub? Neynəmsən yenə? imtahandan kəsilsən. Əşi, yox, nə imtahan? Bu dekanlıqdan dedilər ki, biz diplomları olimpiyada oyunlarından sonra alacağıq. Ay daha nə pis oldu. Bir dəqiqəyi, niyə belə oldu ki? Əşi, nə bilim, özdə bilmirsən? Mən əskərliyə gedirdim axı. Narahat olma qardaşım, ürəyini sıxma. Yaxşı olacaq inşallah hər şey. O necə olur? Axı elə mənə hərbi komissarlıqdan çağırış vərəqəsi gəlməyib. Narahat olma Mahir, əskər getmək sənin uşaqlıq arzundur. Sizi bilmirəm, mən fikrimiz üçün başda qaldı. Bir dəqiqə, başa düşmədim. O necə olur? Hə, əgər dostumuz sözlərinin arxasını qafiyə ilə gətirirsə, deməli eşqə düşüb. Ay səni. Narahat olma, inşallah gedib gələk, sənin toyunda oynayarıq. İnşallah. Mahir Quliyev, Bəli, buyurun. sizə hərbi komissarlıqdan çağırış vərəqəsi var. Çox sağ olun. Hələ mən dillərdir bu anı gözləyirəm. Ana, ata, hardasınız? Nə oldu bay bala? Xeyirdir? Xeyirdir ana, xeyirdir. Bax, oğlun əsgər gedir. Bala, hara gedirsən? Hələ diplom almamısan axı. Ayda ana, onu laf deməyi. Dedilər ki, diplomumuzu olimpiyada oyunlarından sonra alacağıq. Bala, bu olimpiyadan deyirsən? Hayır ana, burada qəzetdə yazılır. Ay bala, gecə gündüz yatmamısan, əziyyət çəkmisən, oxumusan. Bəlkə bir diplom alıb sonra gedəydin. Əşya ana, nə olacaq? Əsgər gedirəm də, ölümə getmirəm ki. Ay bala. Hər nəsə oğlum. Bəs vərəqədə yazmayıb ki, əskər yağda keçirəcəksən. Heç nə yazılmayıb, amma yəqin sərhəd olar da. Yaxşı. Can, müğayət ol bala. Erməni dığaları hər gün atəşkəzi pozur. Əşi, siz narahat olmayın. Mahir getsin ora, onların olmayan atlarını da həyatdan çıxartsın, siz də görün. Ay bala, sən belə zarafat edirsən, hə? Heç bilmirsən, ana olmaq necə çətindir. Ana olmağı bilmirəm, amma ata olmaq da çətindir. O da hamıya qismət olmur da. Nənə, mənim çantamı getir, mən gedirəm. Vətən anamızdır, anamız vətən. Eşi anama kurban olum mən. Vətən anamızdır, anamız vətən. Hər iki anama kurban olum mən. Tapılmaz bu yoldan məni döndərən. Tapılmaz bu yoldan məni döndərən. Qoymaram torpağım od tutub yana. Yola sal döyüşə gedirəm ana. Hərbi xidmətə yollanan Mahir ailəsi ilə sağollaşaraq qatarla Gəncəyə, vətənə xidmətə yola düşdü. Əskərlikdə də zarafatları, şirin sözləri ilə yadda qalan Quliyev dostluq münasibəti quraraq hər kəsin qəlbinə yol tapmağı bacarmışdır. Dostları Babək Ramazanovun və Mənsur Quliyevin həyatını xilas edən Mahir, şəhid Samir Qacıyevi də döyüş meydanından kənara çəkməyi bacarmışdır. Benim yoluma bak, ezelden aktır.
düşmən, mən şeytanın ümidini üzən millətəm. Dünyanı üstümə qaldırdın yetər, dünyanın dərdinə dözən millətəm. Çəkil torpağımdan ey yağı düşmən, mən şeytanın ümidini üzən millətəm. Dünyanı üstümə qaldırdın yetər, dünyanın dərdinə dözən millətəm. Bu dünyanın dərdinə dözən millətəm. Tarix bizə pay ayırıb, odlar yurdu gözəl vətən. Damarımda qanım coşur Azərbaycan kəlməsindən. Dairənin ölməz eşqi milyonların dodamında. Biz gedirik gələcəyə istiqlalın soranında. Yağ düşmən tarix boyu tor qurubdur millətimə. Əl atıbdır, göz dikibdir göydən gələn qüdrətimə. Min illərlə yanan ocaq hər rüzgara sönən deyil. Azadlığa könül verən bu sevdadan dönən deyil. Azadlığa könül verən bu sevdadan dönən deyil. Azadlığa könül verən bu sevdadan dönən deyil. Uşaqlar, gəlin. Uşaqlar, gəlin bura. Deyirəm bəlkə bir dənə samavar çay dəmləyək. Hey, samavar çay. Bəh. Nə gedər? Əyləş. Siz oturun. Heç mən də yemiş taram gətirim. Yaxşı, mahnı oxuyaq. Sami. Ha uşaqlar, yenə nədən dəstək açmısınız burada? Hey, bəs necə? Hələ çay barədə musiqi də olacaq. Ha, oldu. Bir də mən burada tez yer edib uşaqlar. Uşaqlar, əsgərliyin hər şey yaxşıdır. Bilirsiniz bircə nə üçün darıxmışam? O anamın yeməkləri üçün. Olsaydı yerdik. Yəqin mənim anam dolma düşür. Bəh, sarımsaqlı dartıqdan nə gedər? Mənim də anam piti bişir. Əvvəl suyunu itirsən, ondan sonra ətini yersən. Sizə plov deyirəm, düzə eləmək üçün nə gedər? Bəh. Bəs yediniz, doydunuz. Çay hazırdır. Yavaş olun, istidir. Hayır uşaqlar, yeri gəlmişkən, Bakıya qaydandan sonra nə edəcəksiniz? Mən yəqin bir iş tapıb işləyərəm, ondan sonra da anamın xəyalını gerçəkləşdirərəm. Mən də oxumaq istəyirəm. Ax, mən əksərə qəbul ola bilməmişdim. İnşallah qəbul olarsan. Əsas odur, Bakıya, evimizə sağ-salamat qaydaq, başqa iş istəməm. Əşi, çox qəmləndiyi. Ağazadə, mahnı sal oxuyaq. Hə, başla gələk Azad. Mən öz dillərimi axtarıb seçirəm. Mən onun sağlığına hər gecə hər içirəm. Mən öz sevgilimi axtarıb seçirəm. Mən onun sağlığına hər gecə hər içirəm. Sakit aydınlı gecə qazanmadan keçirəm. Görürəm pəncərədən mənə zambayıb baxır, mənə zambayıb baxır. Nə olar Allahım, məni qaytar evimə. Müəllim həvəsilə dəstanı yardı yenə. Qara qəssim şalvar, ağ idi köynəyimiz, ağ idi köynəyimiz, ağ idi köynəyimiz. Olmuşum məsti xumar, yenə gözlərimiz axır, yenə gözlərimiz axır, yenə gözlərimiz axır. Uşaqlar, Bakıda sizə məktub var. Ana müəllim, sən payla, mən də sənə bir çay su gətirirəm. Al Süleymanov bu sənin. Al Ağazadə bu sənin. Bağlızadə al bu sənin. Al Ağazadə bu sənin. Al Əhmadzadə bu sənin. Al Əbülfatzadə bu sənin. Al Sadıqov bu. Məhərrəmov, bu da sənin çayın. Mahir Quliyev, çayın xəttinə al bu da sənin. Sağ olun. Məktəblər bizi vətənə xidmət edən oğullarımızı unutmurlar.
Doğrudan yadımdan çıxıb uşaqlar. Gecə xidmətdəyəm. Orada deyir, gecə adamız var. Hayır, uşaqlar, bunları yığın. Sağları verin, burası. Sən rastlamasın da verin. Çox sağ ol. Ehtiyatlı olun. Mahir, sən niyə gəlmirsən? Narahat olma, Bağırzadə. Ocağı söndürüm, indi gələrəm. Yox. Müəllim tapşırıb ki, əskərimizin yanında olduğumuzu hiss etdirəcək məktub yazın. Salam əskər. Mənim adım Fatimədir. Mən sənə məktub yazmaq istəyirəm. Necəsən? Kefin necədir? Əynin başın qalınırmı? Bilirsən niyə əskər sözünü böyük hərflə yazıram? Çünki bu sözü eşidəndə qürurlanıram. Mən sizə, yəni əskərlərə böyük qiymət verirəm. Mən bunu heç vaxt unutmaram ki, biz isti və rahat yerimizdə yatarkən siz əlinizdə silah, səngərdə vətənin keşiyində durursunuz. Ata-anan səni yəqin qürurlu, mərd bir övlad kimi böyüdür. Biz bugün yatağımızda rahat yata biliriksə, bu da sizin sayənizdədir. Mən də istərdim ki, əskər bacısı olub qardaşıma əskər məktubu yazım. Mən Azərbaycanla fəxr edirəm. Çünki sizin kimi böyük oğulları yetişdirir. Eşq olsun Azərbaycan əskərlər. Hörmətlə Fatih. Mən hərbi xidmətə çağırılan zaman sevgilim and içdi, atmaram dedi. Dönüb bir kimsəyə baxsa gözlərim, kör olsun gözlərim, baxmaram. Məktubu 19 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Fatimə yazmışdı. O məktub isə əskər Mahir Quliyevin qismətinə düşmüşdü. Ezamiyyətdən dediyi tərəfdən gec gələn Mahir, qardaşı Hüseynlə anasına sürpriz etmək qərarı alır. Elə onu fərqləndirən də bu idi ki, insanların üzündə anidən təbəssüm yaratmağı bacarırdı. Ay Lalə, bilmirsən Mahir nə zaman əzamiyyətə gələcək? Heç özüm də bilmirəm ki, ay ana. Demişdi gələcəm, amma neçə gündür səs suraq da yoxdur. Özüm də narahatam. Can, nənəsi qurban ona. Balamı yenə yuxuda görmüşəm. Necə görmüsən ay ana? Salamatmıdır? Görürəm ki, nəysə mənə əmanət eləyir. Deyir ki, qardaşlarıma da çatdırarsan. Mən də alıb saxlayıram ki, Mahirimin əmanətidir. Nə bilim bala, yadımda qalmayıb. Nə deyim ay ana? Allah xeyrə calasın. Ana, yeməyi nə var? Mahirimin ən sevdiyi yemək. Kaş o da burada olaydı. Allah, Hüseyin, mənəm Mahir. Evdəkiləri işlədim hə. Zabit də götür, tez düşün yanıma. Tez. 5 dəqiqə gəlirəm. Ay bala, hara gedirsiniz? Yemək vaxtıdır. Tez gəl. Ay bala, tez olun. Necəsiz uşaqlar? Mahir, biz səni mənim hakimlə görürük. Niyə gəlmədin? Buraxmadılar Zabit. Olmasın fevralın 4'ü, olsun fevralın 7'si. Nə fərqi var? Əsas buradayım da. Sən qap gedin. Nə deyirəm Hüseyin? Gəl gedək evdəkiləri sevindirək. Gəl. Ay kişi, bu uşaqlar orada qaldı. Narahat oldu mən. Əşi gələrlər, başlarını çarə qalan vaxtlardır onların. Gəldiniz bala? Gəldik ana, amma Qonağımız da var. Qoy gəlsin. Qonaq Allah bəndəsidir. Gəl, gəl. Hoş gəldin oğlum. Necə gücün?
Sənin üçün lap yaman dağıtmışdı. Hələ bu yeməklərin içində. Nuş olsun oğlum, nuş olsun. De görüm, vəziyyət necədir orada? Salamatçılıq mıdır? Narahat olma ana. Ürəyimi buz kimi saxla. Onsuz da mən orada güllə səsindən uzaqdayam. Başım dincdir. 200 gün söhbətlərdən uzaq qalar. Rahatlaşar. Yaxşı bala, nə deyirəm? Necə istəyirsənsə. Ay ana, mən gecikirəm. Mən gedim. Ay bala, hara gedirsən, üzvü görəydim. Dostlarım məni gözləyir. Onlar da neçə vaxtı məni görmürlər. Bir də onlara da gedim deyim də. Yaxşı, tez gəl onda. Hay ana, lap yadımdan çıxmışdı. Ala bunu, məktubdur Fatimədən. Buyur. Fatimə kimdir oğlum? Ana sənin toyunda sevdiyin var yoxsa? Yox ay ana, nə sevdiyim. Bu bizim balaca dostlarımızdandır. Məktəblərdən. Hə, gedim gəlim. O qıza qəşəng bir gəlincik alacam. İnşallah. İnşallah bala, inşallah. Tək sən sağ-salamat get gəl. Oldu, sağ olun. Hüseyin də mənimlə gəlir, narahat olma. Tez gəlin, gecikməyin. Mahir, gəlmişsən olan qurbansız. Niyə xəbər verməmsən gəlməyini? Hələ mən də indicə gəlmişəm Fətimə xala. İstədim bir evdəkiləri sevindireyim, ondan sonra düşünməliyəm. Ay bala, Allah səni qorusun. Formada sənə çox yaraşır. Hə, elə deyirlər. Nə olur? Nəsə məhəllədə sakitçilik deyir. Sən yoxsan, Rus bayramına məhəllədə hazırlaşan da yoxdur. Əşi, narahat olma. Gedim gəlim, birinci tonqalayla özüm qalayacam. İnşallah. Ol deyə Fətimə xala, mən gedim. Sağ ol. Sağ-salamat ay bala. Allah əmanət. Məzuniyyətdə olanda dostlarını, qohumlarını, hətta qonşularını belə ziyarət edən Mahir son görüş kimi heç kəs unutmamışdı. Bəlkə də o vətənin darda olduğunu hiss etmişdi. Ürəyinə dammışdı ki, bir daha geri gəlməyəcək. Martın əvvəlləri idi. Onu görmək üçün yanına getmək istəyən ailəsinə təlimlərdəyəm deyən Quliyev gəlməyin, burada hər şey qaydasındadır deyirdi. Adətən hər il Novruz bayramında Mahir həm yaşıllarını, məhlə uşaqlarını ətrafına toplayaraq tonqallar qalayar, şənliklər düzəldərdi. Lakin bu il həmin məhlədə Novruz bayramı çox sakit keçdi. Güzel! Bəri gəl! Cəbhədə vəziyyət ağırdır. Heç bilmirəm necə olacaq. Komandir, bu məsələni döyüş ilə edə bilmərik. Əlbəttə dərik. Onsuz da məfurlar dayanmadan atəşkəsi bozur. Kaş Ali Başkomandan hücum əmri verərdi. Gedib vuruşardı. Hə, 2014-cü noyabr ayı yadınızdadır? Bəli, yadımızdadır. Onda da mənfurlar dayanmadan atəşkəsi pozurdu. Biz isə onları susturmağı bacarırdıq. Komandir, torpaq üçün ölüm varsa vətəndir. Düzdür komandir. İndi onların qarşısında 1992-ci il Azərbaycanı yoxdur. Silah sursat da var, əmənki oğullar da. Əmr edin, vuruşaq. Alo? Oldu? Ha? Oldu? Ha? Əmriniz qəbul olundu. Əskər, sizin gözlədiyiniz an yetişdi. Əskər, birazdan döyüşə girəcək. Bu müqəddəs yolda bir-birimizə dayiq olmalıyıq. Biz öz torpaqlarımıza vuruşuruq. Əskər, bilin ki, biz torpaqsız heç kimi. Torpaq onunda müqəddəs olur ki, üstündə qan var. Biz bir yola çıxırıq. Bu yoldan dönüşümüz yoxdur. Bilirəm, burada olmaq çətindir. Ancaq biz bu yolda ya şəhid, ya qazi, ya da qalib olacağıq. Zəfər, bizim olacaq. Getdi uşaqlar, getdi.
zəfər çalmağa. ilin aprelin 1-dən 2-sinə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə məruz qalmışdır. Aprel döyüşləri Azərbaycan hərb salnaməsinə qızıl hərflərlə yazılmış şanlı vətən müharibəsində böyük qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb etmişdir. Olmaz. Dostlarım döyüş meydanında. Ben ise bir ayağım yarasına girer. Yalan bilmərəm. Mansur. Git Mansur yanına. Git babacığım yanına, git. Samir! Buraya. Bu artıq şəhədini qonşu. Həyatını təhlükə salmaq dərdimi? Dəydi komandir, dəydi. Onun sözləri bir ömrə dəydi. Bu ev nə dedi? Nə vəsiyyət etdi? Vəsiyyət eləmədi komandir. Dedi ki, bilirdim ki gələcəksən. Bu ev gəlməm mən. Olmaz komandir, siz gedin. Aprel, yaz onun üçün göz yaşlı gəlmişdi. 6 gün neytral bölgədə qalan Mahirin ailəsinə onun yaralandığı xəbəri çatdı. Oğullarını xəstəxanalarda, hərbi hissələrdə axtaran Quliyevlər evlərinə geri qayıtdılar. Bəli, sonuncu ölən ümid olur. Onların da Mahir yaralı olsa da yaşayacağına dair bir ümidləri var idi. Alo. Hə, Mahir Quliyev. Mənim oğlumdur, nə olub ki, sərhəddə olurdu. Nə? Mahirə nə olub? Yaralanıb? Nə olub oğluma? Deyirlər yaralanıb. Tez getməliyik. Oğlum, Mahir Quliyev bir tane ayağına yaralanıb, ne olur kömək eləyin. Sana necə kömək edə bilərəm? Oğlum, Mahir Quliyev ayağına yaralanıb, mənə kömək eləyin. Sərhəddə olurdu. Yaxşı xanım, sakit ol, bir dəqiqə öyrənərik. Ne oldu? Burada deyil, siz hərbi sistemə müraciət edin. Bəlkə Səbra anlatamısınız? Hərbi düşərgədə də müalicə oluna bilərik, siz orada baxın. Oğlum, Mahir Quliyev tanımırsan. Sərhəddə olur da ayağından yaralı deyirlər. Heç kim xəbər olmaz ayağından. Oğul, Mahir Quliyev, oğlumu tanımırsan. Sərhəddə ayağından yaralı deyirlər, bilmirsən hardadır. Narahat olmuyor. Yəqin ki, bəzən xəbər çıxar. Ne olur ay bala, bu ananı nigaran koymuyor. Allah, heç bir xəbər olmaz. Bu ne diyiştir ki, bir nefer de olsa Mahir'i tanımır. Biz hamımız Mahir. Ağlama, ayala. Biz hamımız Mahir. Ağlama, ayala. Biz hamımız Mahir. Ağlama, ayala. Biz hamımız Mahir. Bala, ben seni belə gözlemirdim. Mahir bizə qardaşlarının timsalında bütün vətən oğullarını vətənə əmanət etdi. O vətəni ki, 2020-ci il 8 noyabr tarixində vətən oğulları, Ali Baş Komandanımız, vətən bizimdir, Qarabağ Azərbaycandır deyib zəfər xəbərini bizə verərək əmanəti göz bəbəyi kimi qorudular.
3 illik həyat hekayəsi. Təsadüfə baxın müəllimə, 2006-cı ildə yazdığı inşa ilə 2016-cı ildəki həyat hekayəsi gerçək oldu. Elədir uşaqlar. 10 il sonra 4 günlük vətən müharibəsində 4 dostu ilə qəhrəmanlıq göstərən bir oğlan. Müəllimə, ona görə bayaq lövhəyə 2006-cı il yazdınız? Bəli. Müəllimə, bəs həmin gün şərəf lövhəsinə kimin adı? Hə, indi siz deyin. Şərəf lövhəsinə kimin şəkli vurulmalıdır? Əlbəttə, dediyiniz kimi, şərəfli insanların. Torpaq uğrunda ölən varsa vətəndir. Anam, bilirəm, sənin üçün çətindir. Bu dərdə dözmək ağır yükdür. Ancaq arxayın ol. Sənin oğlun vətən yolunda şəhid oldu. Bu, ölümlərin ən şərəflisidir. Dik tut, əymə başını. Tarix göstərdi ki, kimin ordusu yenilməzdir. Anam, bir düşün, üç rəngli o gözəl bayrağım heç enərmi? Vətənimin torpağı bölünərmi? Anam, gecənin sakitliyində vətən torpağının ətrini içimə çəkir. Mən burada çox xoşbəxtəm. Sən də xoşbəxt. Üzülmə. Arxamca ağlama. Dünyaya bir daha gəlsəm, yenə torpağım üçün şəhid olardım. Mənim qoxumu duymaq istəsən, vətənin torpağında hiss edərsən. Saçlarımı oxşamaq istəsən, dalğalanan bayrağımıza toxun. Yağışın damlasında, vətənin havasındayam. Amma bircə ağlam. Canım anam, hər sabah günəş çıxdığında yenidən doğacaq. Bilirsən, cənnətdəyəm. Sənin ayağının altındakı cənnətdə, vətənin cənnətində. Vətən üçün bu canım nə dəyəri? Sən haqqını mənə, məni də torpağa halal et. Anam, mən şəhidliyə ucalacam. Sənə şəhid anası adını ərmağan edib gedirəm. Əlvida anam. Əlvida. Son ricam bu, son sözüm bu. Şəhid olsam ağlamayın, məndən sarı darıxmayın. Son ricam bu, son sözüm bu. Şəhid olsam ağlamayın, məndən sarı darıxmayın. Şəhidliyə ucalıram, torpağıma baş qoyuram, mənə bəd
başlanğıcıdır. Qələbə müjdəli. Aprel səhəri. 23 illik ömür yolu nədir ki, ancaq tarixə yazılan ömür salnaməsinə bilir. Mahir Quliyev Ali Baş Komandanın əmri ilə ölümündən sonra vətənə xidmətlərinə görə medalı ilə tərtib edilmişdir. Azərbaycan ordusunun qəhrəman oğulları bir daha da sübut etdilər ki, 4 günlük aprel döyüşləri 44 günlük vətən müharibəsinin başlamasına bir təkan idi. Adı kimi mahirlik göstərərək düşmən tankını tək başına məhv edən Mahir şərəfli qəhrəmanlarımızdan oldu. Arzun idi səninlə hər kəs fəxr etsin. İndi səninlə bütün Azərbaycan təhsil aldığı 6 saylı məktəb lisey və məzunun olduğu 8-ci B sinfi də fəxr edir.
Mən bir dəqiqəlik 2006-cı tarix yazılmışdı, amma mən 2000-ci ilin 15 sentyabrına qayıtdım. İbtidai sinif müəllimi olaraq Mahiri qarşılayan bir müəllim kimi. Və sentyabrın 15-də uşaqlara sual verəndə ki, uşaqlar hansı şeiri bilirsiniz? Mahir Azərbaycan şeirini dedi. Vaqif, eyni ilə sənin dediyin tonda inandırıram səni. Həqiqətən də o uşaqda olan mərdlik, vətənpərvərlik sanki o hisslərlə yoğrulmuşdu. Lalə xanım, Qadir müəllim, bütün şəhid valideynləri kimi sizin də qarşınızda baş əyirik. Əslində siz kövrəlməməlisiniz. Siz qürurla, fəxarət hissi ilə belə bir oğul olduğunuza görə həqiqətən də qürrələnməlisiniz. Biz bütün mahirlərin qarşısında baş əyirik. Necə ki deyirlər, 90-cı ilin şəhidləri azadlıq toxumu səpdilər, aprel şəhidləri də bugünkü müstəqil Azərbaycanın, ərazi bütövlüyü qazanan Azərbaycanın o qələbəsinin toxumlarını səpdilər. Bugün göstərilən kiçik bir fraqmentlərdə sadəcə olaraq biz də bu məktəblilərə o hisslərin nə qədər ülvi, nə qədər əvəz olunmaz olduğunu bildirmək istədik. Və mən bugün bu uşaqlarla fəxr edirəm ona görə ki, bax, həmin o vətənpərvər oğullar bu səhnələrdə yetişir. Minnətdaram sənə qızım. Hamınıza minnətdaram. Ssenari yazmaq olar. Hər hansı bir hadisəni səhnələşdirmək olar. Amma mən bugün hiss elədim ki, bu uşaqlar həqiqətən də o hissləri yaşayırdılar. Allah o talini yaşatmasın heç kimə, təki. Təki bizim balalar o qara buludları görməsinlər, o silah səslərini eşitməsinlər. Müstəqil, azad Azərbaycan torpağının bəxtəvər vətəndaşları olsunlar. Çox sağ olun. Zəhmət olan hər kəsə minnətdarlığımı bildirirəm. Arzu xanım, Gülnara xanım, siz bu siniflərin sinif rəhbəri olmuşsunuz və o hisslərin təməlini siz qoymuşsunuz. Sizə də ona görə təşəkkür edirəm. Zəhmət olun. Siz istəyirsiniz kesin qabağa. Bu qısa olmalı ki. Sən keç qabağa. Mən olmayacaq. Mən olmayacaq.